Christoph Willibald Gluck və Wolfgang Amadeus Mozart 18-ci əsrdə yaşamışlar və opera reformatorları kimi musiqi tarixinə daxil olmuşlar. Mozart və Gluck opera sahəsində reformator kimi çıxış etsələr də bir çox janrda əsərlər yazmışlar. Gluck yaradıcılığına nisbətdə Mozartın müraciət etdiyi janrlar daha çoxluq təşkil edir. Mozartın operaları ilə yanaşı simfoniyaları da musiqi tarixinə xüsusi iz qoymuş əsərlərdəndir. Gluck'un Mozartdan fərqlənən digər cəhəti odur ki, o islahatlarının müddəalarını qeyd etmişdir. Mozart yaradıcılığında isə bu xüsusilə qeyd olunmamışdı. Mozart yaradıcılığı tədqiq olunduqca bu məqamlar ortaya çıxmışdı. Gluck yaradıcılığı opera islahatlarına görə 3 dövrə bölünmüşdü. Onun 1762-ci ilə qədərki dövrü islahata qədərki dövrdür. İkinci dövr Viyanadakı islahat dövrüdür. Bu dövr hansı ki, onun ilk islahat operası olan Orfey operasının yaranması ilə hesablanır və 1773-cü ilə qədər davam edir. Üçüncü dövr Parisdəki islahat dövrüdür və 1773-cü ildən 1787-ci ilə qədər davam etmişdi. Gluck özünün opera islahatının əsas müddəalarını Alceste operasının partiturasının şərhində ifadə etmişdi. Gluck'un musiqili dramaturgiyasında əsas məqsəd operada musiqi ilə dramatik inkişafın çox dərin üzvi sintezindən ibarət olması idi. Bununla yanaşı musiqi drama tabe olmalı idi. Gluck opera tamaşasının bütün elementlərini əsas məqsədə musiqi ilə dramatik inkişafın əlaqəsinə tabe edirdi. Onun bəstələdiyi ariyalar müğənninin vokal sənətini nümayiş etdirməyə deyil, obrazın hiss və həyəcanlarını, xarakterini əks etdirməyə xidmət edirdi. Ənənəvi opera seriyalarda reştativlər demək olar ki, musiqi məzmunundan məhrum olub, konsert nömrələri arasında əlaqə rolunu oynayırdı. Bundan başqa inkişaf məhz reştativlərdə əks olunurdu. Ariyalarda isə dayandırılmışdı. Gluck'un operalarında reştativlər musiqi ifadəliyi ilə fərqlənirdi. Ariozo oxumasına yaxınlaşsa da bitmiş ariyaya çevrilmirdi. Beləliklə, musiqi nömrələri və reştativlər arasında mövcud olan kəskin hədd ləğv olunmuşdu. Ariyalar, reştativlər, xorlar müstəqil funksiyalarını qorumaqla bərabər böyük dramatik səhnədə birləşirdi. Gluck'un operalarında uverturalar obrazın ümumi məzmunu və xarakterinə görə əsərin dramatik ideyasını özündə əks etdirirdi. Mozart yaradıcılığında opera janrına Gluck'un yanaşdığı tərzdən fərqli tərzdə yanaşılırdı. Mozart 11 yaşından başlayaraq bütün ömrü boyu opera yazmışdı. Lakin opera yaradıcılığı sahəsində onun nail olduğu ən yüksək nəticələr ömrünün sonunda əldə olunmuşdu. Mozart müxtəlif tipli və janrlı operalar yazırdı. Zingşpillər, hansı ki Hərimxanadan qaçırılma, Sehirli fleyta, opera buffalar, Figaro'nun toyu, Hamı belə edir, opera seriyalar, İdzamene, Titin xeyirxahlığı, özündə musiqili, faciənin və komediyanın xüsusiyyətlərini uyğunlaşdıran və bu tiplərə heç bir şəkildə uyğun olmayan Don Juan operasını yazmışdı. Gluck'la yanaşı Mozart 18-ci əsrin opera sənətinin böyük reformatoru idi. Estetik əsaslarla çıxış edən Mozart, musiqili dramaturgiyanın başqa bir tipini yaratmışdı. Əgər Gluck musiqini dramatik hadisələrə təslim etməyə səy göstərirdisə, Mozart üçün isə musiqi operanın əsasını təşkil edirdi. Mozartın opera musiqisi səhnə hadisələrinin inkişafı ilə tam vəhdətdə idi.
opera libretto yazarlarından Stefani da Ponte Schikanederlə işləyərkən Mozart musiqi ilə dramatik hərəkətin ayrılmaz vəhdətinə, opera tamaşasının bütün elementlərinin bir-birinə qarşılıqlı tabiətçiliyinə nail ola bilmişdi. Qeyd edildiyi kimi Mozart opera seria, opera buffa və Singspiel janrlarında opera yazsa da, bununla belə onun bütün operalarının stilistik əsası Viyana klassizmi idi. Mozart'ın opera dramaturgiyasının yüksək novator nailiyyətlərindən biri iştirakçıların opera qəhrəmanlarının musiqili xarakteristikalarının ustalıqla verilməsi idi. Mozart'a qədər opera janrlarında qəhrəmanların musiqili xarakteristikasında ümumiləşdirilmənin, tipik və fərdiliyin, konkretliyin vəhdəti əldə edilməmişdi. Bu xarakteristikaların çoxcəhətliliyi də yox idi. Mozart'ın operalarında iştirakçılar təkcə ənənəvi tiplər deyil, həm də tipikliyi, həm də fərdiliyi, təkrar olunmazlığı ilə vəhdətdə uyğunlaşdırılmışdı. Mozart operaları 18-ci əsrin musiqili dramaturgiyasında realizmin ən yüksək nailiyyətlərindən birinə çevrilmişdi. Leytmotivlərə meyl etməyən Mozart öz operalarının iştirakçılarını tam və çoxcəhətli obrazda toplanan melodik dövrlərlə zənginləşdirirdi. Mozart'ın operalarında iştirakçıların musiqili xarakteristikaları təkcə solo və ya duet nömrələrində deyil, həm də bir sıra böyük ansambllarda qorunub saxlanılırdı. Figaro'nun toyu və Don Juan'ın finallarında, Don Juan'dakı sekstetdə və bir sıra digər ansambllarda hər bir iştirakçının özünə məxsus intonasiya sahəsi var idi. Lakin bəzi hallarda səhnə vəziyyəti ilə əlaqədar Mozart eyni fikir və meyillərlə yaşayan iştirakçılar qrupunu vahid xarakteristika ilə əks etdirirdi. Bəzi hallarda eyni iştirakçılar digər iştirakçıların xarakteristikalarına yiyələnirdilər. Mozart'ın Gluck'dan fərqləndirici əsas xüsusiyyətlərindən biri də onun simfonik yaradıcılığı idi. 50-yə yaxın simfoniya yazmış Mozart'ın ən möhtəşəm simfonik əsərləri 1788-ci ildə yazdığı 3 simfoniya olmuşdur. Bunlar 39-cu simfoniya mi bemol major tonallığında yazılıb, 40-cı simfoniyası sol minor və 41-ci simfoniyası olan do major simfoniyaları idi. Eyni zamanda onun şedevr əsərlərindən biri olan Requiem də musiqi tarixində böyük iz qoymuş əsərlərdən biridir.